Avtomobilin motorunu silkələnməyinə fikir verin. Sizə göstərdiyim vaxtı demək olar ki, motorda silkələnmə yox idi. Çox az hallarda elə vəziyyətdə olur. Qalan vaxtı motor elə bir yerindən çıxmaq istəyir. Elə bir vəziyyətdə işləyir maşın. Bu neçə illərdir bu problem davam edir. Neçə ustanın yanına aparıb əvvəlki sahibi tapa bilməyiblər. Elektronikasını yoxlayıblar. Neçə dəfə alışma şamını dəyişiblər, babini dəyişiblər. Nə bilim, kollektor nə qədər sökülüb, baxılıb, tapa bilməyiblər. Mən də 1-2 ustanın yanına apardım. Onlar da elə alışma şamını, elektronikanı yoxladılar. Dedilər ki, axırda dedilər ki, qardaş, bu elektronikadan deyil. Bu çox güman ki, karabkanın yastığıdır, motorun yastığıdır. Bir də ki, hardansa da hava çəkən yeri var. Bu ona görə belə olur. Yəni, mənim apardığım ustaların bir neçəsi bunu dedi. Motorun yastıqlarını aldım. Cütünə 180 manat. Karabkanın yastığına isə 35 manat endirimlə. Hər üçünə endirim olundu. Birlikdə 215 manat pul ödədim. Bəziləri dedilər ki, işlənmiş al, təzələri getmir. Amma mən neçə detal almışam təzə. Yəni, əyləc disk olsun, əyləc bəndi olsun, nə bilim, başqa detallar da almışam. Narazı deyiləm. Ona görə də işlənmiş almadım. Yəni, yeni aldım. Burada köhnə yastıqla təzə yastığın fərqini görürsünüz. Köhnə yastıq artıq çöküb, təzə yastıq ona nisbətən hündürdə dayanıb. Bir də ki, o birisi yastığa da fikir versəz, o birisi yastıqda da artıq yağ sızıntıları var. Bunlar bilirsiniz ki, yağlandı bu yastıqlar bu modellər üçün. İndi digər modelləri bilmirəm, sırf bu modellər üçün yağla olur. Bu isə sürətlər qutusunun yastığıdır. Sürətlər qutusunun yastığına fikir versəz 2017 istehsaldır. Demək olar ki, yəqin 1 il, 2 il, yəni 2017-də ya 2018-də ya 2019-da dəyişib bu yastıq. Maşının salonunda, kuzovunda titrəmə yoxa çıxdı. İndi belə bir problem yaranıb. Daha doğrusu var idi, mən arada bir hiss eləyirdim. Hiss eləyirəm ki, yanacaq motora düzgün gəlmir. Yəni, motor elə vaxt olur ki, silkələnir. Beyin fikirləşir ki, buna yanacaq az gedir və birdən-birə yanacağı çoxaldır. Yanacağı çoxaltdığına görə də motorda bir balaca silkələnmə əmələ gəlir. Yəni, bu yanacaq nasosunun bir problemidir. Çox güman ki, bu mənim şəxsi fikrimdir. İndi onu da aparacam ustaya. Və bir də avtomobildə çəkmə problemi, qeyri-müntəzəm işləmə problemi olanda bu cür avtomobillərdə birinci bakın çənindən başlayıb, daha sonra farsunkadır, alışma şamıdır, onları yoxlamaq lazımdır. Yəni, bakın çəni, yanacaq filtri, yanacaq nasosu problemli işləyirsə də, o onsuz da, yəni içərisində çirk varsa da, o onsuz da alışma şamını, farsunkaları yenə pis vəziyyətə qoyacaq. Yəni, dəyişsəz də belə, yenə pis vəziyyətə qoyacaq. Ona görə qeyri-müntəzəmlik olduqda, avtomobildə problem olduqda, birinci yanacaq çəninə, yanacaq filtrinə, yanacaq nasosuna baxın, sonra alışma şamlarını, farsunkaları, babini yoxlatdırın və yaxud da dəyişin.